Sələrimizin salavatçılığına Fatih salavat ediləyək. Qazələrimizin salavatçılığına Fatih salavat ediləyək. Sürücülərimizin salamatçılığına Fatih salavat ediləyək. Zindanlarda olan məhbusların, müşkillərinin həll olub azadlığa qovuşmalarına salavat zikr edək. Övlad aşıqda olan ailələrimiz var. Tezliklə əməl salih övladları olmasına Fatih salavat zikr edək. Ustad müəllimlərimiz, valideynlərimiz, qonşularımız, ağsaqqal ağabeyzəklərimiz, boynumuzda haqq olan kimsələri salavatla yad edək. İltimas dua edənlərimiz var, xəstəsi olan, müşkili olan, həllərəvi olmasına salavat zikr edək. Hazır rəhbəri illədir, cəmaat namaz verir, xütbə oxudu. Allah razı olsun, özünün, ailəsinin salamasına Fatih, valideynlərinin salamasına Fatih, ömrünün, elminin daha da bərəkətli olmasından ötəri və dünyasını dəyişmiş ata-babalarının, əmvaqlarının istirahəti ruhuna Fatih salavat zikr edək. Bu cəmiyyə maddi, mənəvi sıxıntısı, çətinliyi var, istər ailəsində, istər övladı ilə, istər sağlamlığı ilə, işi ilə bağlı qardaşlardan xüsusi iltiması dua edən olduğu müşkülləri var. Həllinə salavat zikr edir.